ancaq kim nə deyir desin. Əsas odur ki, Allah səndən razı olsun. Əsas odur ki, həqiqət səndən inciməsin. Həqiqət səndən inciməsin. Həqiqəti pozmayasan. Konfutsi deyirdi ki, mən 70'də çatdım ona. 70'imdə deyir, ürəyimin istədiyini eləyirdim və göyün qanunlarını da pozmurdum. Təsəvvür edirsiniz. Necə ola bilər? Həm ürəyimin istədiyini eləyirdim, həm də qanunları pozmurdum. Həm də qanunları pozmurdum. Yəni ki, o pətəyin içi balla dolmuşdu. Qanunlarla bizə verilən o ritualların içi tamamen məzmunla dolubdu. Artıq onun nə olduğunu bilir və onu qavrayır. Əvvəl rituallar bizə yabancı kimi gəlir. Məsələn, birisinə uşağa konfet verir, hansı deyir, nə deyərlər? Çox sağ ol, uşaq da sağ ol deyir də, istəmədən deyir, değil mi? Formadır, ritualdır, biz onu öyrədirik. İçəri girəndə deyirik, hər kəsə salam deyinə. Onun qədər də xoşu gəlmir, anlamır da bunu. Biz onu öyrədirik. Və bu rituallardır. Bu qanunlardır ki, bu edilməlidir. Sabah onun da xoşuna gəlməyəcək ki, uşaq girdi otağa heç ona salam vermədi. Yəni, bu nə deməkdir? Bu zahiri deyil, birisi deyər ki, məsələn, bu forma. Yox, bu, mən səndəki Tanrı işığına hörmət edirəm deməkdir. Bu gözəl bir ritualdır, gözəl bir ibadətdir. İnsanlar bir-birini görəndə salamlamalıdırlar. Bu yalan bir şey deyil, bu həqiqətə uyğun bir davranışdır. Bunu öyrətmək lazımdır, uşaqlar da eləsinlər. Bu, gözəlliyi artırır. Bu, bir siz nəyə oxşuyur? Xoreyi qaşıqla yemək kimi. Hər cür yemək olar xoreyi. Elə boşqabdan ağızdan da yemək olar heyvan kimi. Amma bu cür yeyəndə, əllə və ya qaşıqla və ya çatalla yeyəndə sən həzz almağa başlayırsan. Hər şeyin bir üsulu var. Narı yeməyin üsulu var. Elə belə dişləyib narı yeyənməzsən. O üsulu ilə ritual da həyatı yaşamağın üsuludur. Həyatı yaşamaq, həyatı həzm eləmək deməkdəndir. Həzm eləmək deyəndə onda belə çıxır ki, qarşımıza çıxan bütün negativ, pozitiv də, yəni nə varsa hamısını mı həzm eləməliyik? Hamısını həzm eləyirik də zaten. Bizim yeməyimizdə də acı da var, duzlu da var, şirin də var, həyatımızda elədir. Ümumiyyətlə bizim dərkimizin həzm sistemi ilə çox dərin əlaqəsi var.